Salam, hər vaxtınız xeyir olsun, əziz üçüncülər, hörmətli valideynlər. 3-cü sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz gəlir, xərc, qazanc 43-cü mövzu. İlk öncə gəlin mövzu haqqında qısaca danışım. Gəlir nədir, xərc nədir, qazanc nədir? Gəlir ümumilikdə hər hansı bir malın satışından əldə edilən ümumi puldur. Amma bu malın satışına qədər çəkilən yəni buna görə ödənilən pullar ki var, buna görə ödənilən belə deyək də maddiyyat ki var, bu xərc adlanmış olur və gəlirdən xərci çıxdıqda yerdə qalan hissə isə əlbəttə ki qazancdır. Bəs yığım nədir? Açar sözlərə fikir versəz, yığım hər hansı bir ailənin büdcəsi əgər müəyyən bir maaş alırsa, müəyyən bir pul alırsa, buradan xərclədikləri olacaq. Həm məsələn ki, kommunal xərclər, kreditin verir və yaxud da ki, səyahətlərə pul xərcləyir və yaxud da ki, istirahətinə pul xərcləyir. Yəni bunlar bu xərclər çıxıldıqdan sonra da yerdə qalan pul isə yığım adlanmış olur. Həmin ailənin büdcəsi hesab olunmuş olur. Biz də bu günləri gəlir, xərc, qazanca aid tapşırıqlar yerinə yetirərik. Sizin kitabınızda da yəni bu haqda məlumatlar verilib. İlk öncə tapşırıqlara keçək. İlk olaraq gəlirin hesablanması qaydalarına aid tapşırıqlar yerinə yetirək. Daha sonra gəlir, xərc və qazanc haqqında daha ətraflı danışmış olaraq. Düzdür, mən bunlar haqqında ümumi məlumat verdim. Görürsünüz, burada gəlirdən xərci çıxsaq qazancı almış olaraq. Yəni təkcə gəlirdən xərci çıxanda qazancı tapırıq. Bəs gəlir necə tapılır? Əgər qazanc və xərc məlumdursa, qazancla xərci topladıqda gəlir olacaq. Gəlirdən qazancı çıxdıqda da yerdə qalan, yəni ki, biz məsələn deyək ki, müəyyən məbləğ xərcləmişik. Bu xərci tapmaq üçün əlbəttə ki, gəlirdən qazancımızı çıxırıq. Yerdə qalan pul isə, yəni ki, o əlavə xərclədiklərimiz xərc hesab olunmuş olur. Tapşırıqlara keçək. İlk öncə bələdçi bölümündə verilən 2 məsələ var. Yəni 2 tapşırıq var. Bu 2 tapşırığa nəzər salmış olarıq. Birincisində yazır ki, ev təmiri ilə məşğul olan Əli usta 1 saatı 10 manata, Həsən usta isə 1 saatı 12 manata işləyir. 8 saatlıq iş günündə ustalardan kim daha çox və nə qədər çox gəlir götürər? Əli ustanın və Həsən ustanın 8 saat, yəni bir gün ərzində qazandığı pulu hesablamaq üçün 1 saatda belə deyək də gəlirini, 1 saatda əldə etdiyi gəliri 8-ə vurmuş olar. Çünki bir gündə 8 saat işləmiş olacaqlar. Bu səbəbdən də ilk öncə Əlinin, yəni Əli ustanın pulunu hesablamış oluruq. Yazırıq ki, 1 saata 10 manat, 8 saata vurarıq 8-ə bərabərdir 80 manat. Və daha sonra Həsən ustanın, bu da 1 saata 12 manat və 8 saata 96 manat qazanmış olur. Bizdən soruşur ki, kim nə qədər çox gəlir götürür? Kim daha çox və nə qədər? Kim daha çox? Burada əlbəttə ki, 80 ilə 96-nı müqayisə aparırıq. 80 kiçik 96-dan. Buradan deməli tapdıq ki, Həsən usta daha çox qazanır. Nə qədər çox qazandığını da tapmaq üçün əlbəttə ki, 96-dan 80-i çıxmış olur ki, bu da 16 manat etmiş olacaq. Cavab olaraq yazarıq ki, Həsən usta və daha doğrusu Həsən usta daha çox qazanır, daha da çox gəlir əldə edir və nə qədər çox, bu da 16 manat yazmış olarıq. B-yə baxırıq. Yazır ki, kəndli 1 litr südü 80 qəpiyə satır. Birincisində yazır ki, o bir gündə 10 litr süd satarsa nə qədər gəlir əldə edər? İkincisində yazır ki, kəndli 5 gündə nə qədər gəlir? İlk öncə bir günü hesablayırıq. Biz bilirik ki, 1 litrini 80 qəpiyə satır və bir gündə 10 litr satarsa, o zaman 80 qəpiyi vurmuş olaraq ona. Bu da bərabərdir 800 qəpik etmiş olacaq. Manata çevirsək 8 manat etmiş olacaq. Yəni birinci suala cavab tapdıq ki, bir gündə 8 manatdır. Sonra 5 gündə, burada da nə edirik? 5-i vururuq 8-ə və yaxud da 8 vurarsız 5-ə fərq etməz. 8 də 5 manata, 5-i də 8 manata vurmuş olsaq, bu da bərabərdir 40 manat etmiş olacaq. Deməli tapdıq ki, kəndi
5 gündə 40 manat gəlir əldə etmiş olacaq. Keçirik tapşırıqlara. Görək tapşırıqlarda, yəni müstəqil işlərdə nə yazır. Tapşırıq 1-də yazır ki, yeməkxanada bir gündə 30 pay şorba, 20 pay kotlet və 15 pay kabab satıldı. Yeməkxanada gün ərzində nə qədər gəlir? Yeməkxana gün ərzində nə qədər gəlir əldə etdi? Burada şorbanın qiyməti, kotletin, dolmanın və kababın qiyməti verilir. Yeməkxana 30 pay şorba satıb. 30-u nə edirsiniz? 30-u vurursunuz 1 manatdandır 1-ə. Bu eləcək 30 manat. Daha sonra 20 pay kotlet, 20-ni vurarsınız. Kotletin biri 2 manatdandır, 2-yə vurmuş olarsınız. Bu 40 manat etmiş olacaq. Və 15 pay kabab, 15-i də kababın bir payı 4 manatdır, 4-ə vurmuş olarsınız. Bu da 15-i 4-ə vuranda 60 manat etmiş olacaq. Ümumilikdə bunları toplayırsınız. Daha sonra 30 üstə gəlsin 40, üstə gəlsin 60. Öncə 40 ilə 60, 100 üstündə 30 gələrsiniz. 130 manat etmiş olacaq. Bunu tapdıq və ikinci sual deyir, kotlet əvəzinə dolma satılsaydı yeməkxana nə qədər çox gəlir əldə edərdi? Baxın, burada sadəcə bunu bir neçə yolla həll etmək olar. Bizə sadəcə nə qədər çox gəlir əldə etdiyini tapmaq üçün istəsəz, yəni qısa şəkildə bu cür yaza bilərsiniz. Məsələn, biz bilirik ki, kotlet əvəzinə dolma satarsa, kotletin qiyməti 2 manatdır, dolmanın qiyməti isə 3 manatdır. Yəni 1 payından 3 çıxılsın, bax bunu ikinci sual üçün yazırıq da elə bir ki, 1 payından 3 çıxılsın, 2 bərabərdir 1 manat daha çox gəlir əldə etmiş olacaq. Və əgər burada 20 pay satırsa, o zaman 20-ni də 1-ə vurmuş olaraq bərabərdir 20 manat daha çox gəlir əldə etmiş olacaq. Bu qısa yolla yazılışıdır. Yox, əgər yəni istəsəz ki, ümumi yazasınız, yenə də bunları olduğu kimi yazırsınız. Məsələn, 30-u 1-ə vurarsınız, 30, 20-ni artıq 2-yə yox, 3-ə vurmuş olarsınız. 15-i də yenə də 4-ə vurmaq lazımdır. Bunlar hamısı eyni ilə qalacaq. Sonda aldığınız pula baxarsınız ki, 150 manat olacaq və 150-dən 130 çıxmış olsanız, yenə 20 olacaq. Amma bu daha qısa yoldur. Biz bilirik ki, 1 pay belə kotlet yerinə dolma satılarsa, hər payından 1 manat artıq yəni daha çox gəlir əldə etmiş olacaq. Və 20 pay satıldıqda o zaman 20-ni 1-ə vururuq, 20 manat etmiş olacaq. Bu yəni qısa variant bu olacaq. Düzdür, digər şəkildə də yazmaq olar. Keçirik, burada öyrənmə bölümündə yazır ki, əldə olunan gəlir müxtəlif məqsədlər üçün sərf edilə bilər. Bu xərc adlanır. Gəlirdən xərci çıxdıqda qazanc qalır. Müxtəlif məqsədlər üçün deyəndə, yəni ümumiyyətlə gəliri əldə etmək üçün, müəyyən bir gəlir əldə etmək üçün xərcləmək lazımdır. Ya belə deyək də, nəsə alırıq, alarkən buna pul ödəyirik, daha sonra gəlib bunu satırıq, bundan gəlir əldə edirik. Bu nəyisə alanda burada pul xərcləmiş oluruq da. Məsələn deyək ki, bir malın qiyməti, məsələn alış qiyməti hardansa alınırsa, deyək ki 10 manata alınırsa və bu malı 15 manata satdıqda, yəni satış qiyməti olaraq satdıqda, burada 15-dən 10-u çıxırıq, artıq bilirik ki 5 manat burada nə etmişik? Qazanc əldə etmişik. Yəni bu gəlirdir. Bu da nədir? Xərcdir. Və biz gəlirdən xərci çıxdıqda qazancı əldə etmiş oluruq. Burada da yazılmışdır. Ailə büdcəsində gəlir ilə xərcin fərqi yığım adlanır. Bunu yuxarıda danışmışdıq. Məsələn, deyək ki, ailə büdcəsi deyəndə müəyyən ailədə ata işləyir, ana işləyir və yaxud da bacı qardaş işləyirlər. Bunlar evə maaş alıb gətirirlər, pul gətirirlər öz əməyin müqabilində və bu əməyin müqabilində gətirdiklərini əlbəttə ki, həm öz yeməyinə, ərzağına, həm kommunal xərclərə və digər xərclərə xərcləmiş olar. Bu xərclər çıxdıqdan sonra yerdə qalan pul, yəni artıq qırağa qoyulur ki, bu yığım adlanmış olur. Tapşırıq 2-yə baxırıq, görək 2-də nə yazır? 2-də yazır ki, cədvəli dəftərə köçürün və tamamlayın. Siz cədvəli dəftərə köçürərsiniz. İlk öncə gəlin bu yazılan gəlir çıxılsın, xərc bərabərdir qazancı
ümumi yəni 3 dənə qayda bir-birinə bağlı var ki, onların üçünü də yazaq. Yazırıq burada olduğu kimi gəlir çıxılsın xərc bərabərdir qazanc. Daha sonra gəlir çıxsaq qazancı bərabərdir xərc və qazanc üstə gəlinsin xərc bərabərdir gəlir. Bu üç qaydaya görə cədvəli doldura bilərsiniz. Məsələn, gəlir var burada, xərc var. Gəlirdən xərci çıxsaq qazancı almış olaraq. Buna görə 50-dən 45-i çıxarıq, qalacaq burada 5. Daha sonra 345-dən 290 2-ni çıxmış olsaq, eləcə neçə? Demək 45-dən 2 çıxanda eləcə 3. Burada 34-dən də 29 çıxmış olsaq 5 etmiş olacaq ki, yazırıq bura 53. Deməli, qazanc 53 olacaq. Daha sonra burada gəliri tapmaq lazımdır. Görürsünüz, gəliri necə tapırıq? Qazanc və xərci toplayacaq. Bunun üçün də 47 ilə 565-i toplamış olaraq. 560 ilə 40-ı toplasaq, eləcək 600, o da 12, 612 yazırıq bura. 385, 385, yəni gəlirlə xərc eynidirsə, deməli qazanc 0-a bərabərdir. Və burada gəlirdən qazancı çıxsa xərci tapmış olaraq 800-dən 125 çıxarıq 675 almış olarıq. Daha sonra gəlirdən yenidən qazancı çıxsaq 145-dən çıxsaq 0, burada 145-də xərc olmuş olacaq. Yəni bəzən ziyanda ola bilər. Yəni ziyan haqqında danışım ki, ziyan nədir? Bu zaman xərc əgər gəliri üstələyirsə, yəni xərc gəlirdən daha çox. Məsələn, bir malı alırlar 10 manata, 15 manata sata bilmirlər. Görürlər ki, mal satılmır və bunu məcburən 9 manata, 8 manata. Yəni öz qiymətinə satdıqda qazanc 0-a bərabər olur. Amma alınan qiymətdən aşağı satıldıqda isə bu zaman artıq ziyan hesab olunur və bu da belə deyək də xərc gəliri üstələmiş olur. Davam edirik məsələlərlə. 3-də görək nə yazır. Yazır ki, bir televizor zavodda 390 manata alınır və mağazada 516 manata satılır. Gün ərzində 7 televizor satılarsa, mağaza nə qədər qazanc əldə edər? Ümumiyyətlə, hər bir zaman vahid satışdan əldə edilən, yəni birindən əldə edilən gəliri hesablamış olaraq. 390 manat alınır, gəlir deyəndə daha doğrusu qazancı hesablamış olaraq bizdən qazancı soruşur. Birindən nə qədər qazanc əldə edir? Deməli, aldığı 390-da satdığı 516-dır. Yəni gəlir 516-dır. 516-dan çıxarıq 390-ı. Yəni, bu gəlirdən xərci çıxırıq və burada da olacaq deməli 126 etmiş olacaq. 126. Deməli, birindən 126 manat və əgər 7-sindən soruşursa, o zaman 126-nı 7-yə vurmuş olarsınız. Tapmış olursunuz ki, nə qədər olur. 126-nı 7-yə vuran, 100-ü vursaq, yəni 120-ni vuranda eləyəcək 846-nı da vuranda 42, 882 manat etmiş olacaq. 882 manat. Deməli, ümumilikdə mağaza gün ərzində 7 televizor satarsa 882 manat qazanc əldə etmiş olacaq. 4-ə baxırıq. Yazır ki, ailədə atanın aylıq maaşı 580 manat, ananın aylıq maaşı isə 350 manatdır. Ay ərzində kommunal xərclər 135 manat, qida 400 manat, digər xərclər isə 280 manat təşkil edir. Ailənin aylıq yığımı nə qədər olar? İlk öncə aylıq gəlirin hesablamış olarıq. Ata 580 manat alır. Yəni birinci sualımız nə olacaq? Ailənin belə deyək də aylıq gəliri nə qədərdir? Bu sualı yazandan sonra, yəni bu suala cavab tapmalıyıq. 580 ata, üstə gəlinsin 350 də ana, əlbəttə ki, pul qazanırsa, gəlir əldə edirsə, maaş alırsa daha doğrusu. Bunları da toplayanda eləyəcək 930. Yazırıq bura 930. Daha sonra ümumilikdə bu ailənin xərclərini hesablayarıq. 135 manat
nə idi bu? Kommunal ödəniş üstə gəlinsin 400 manat qida idi. 280 manat da digərləri. Bunları siz alt-alta yazıb hesablaya bilərsiniz. Mən qarşı-qarşı yazıram. 135, 400, 535, 735 və 815 manat yazırıq bura. 815 manat. Manat sözündə istəsəz yazarsınız. Burada da yəni 930 manat əgər gəlirdisə, maaş alırlarsa, bundan 815 manat hər ayda xərclənir və 930-dan 815-i çıxdıqda tapırıq ki, 115 manat bu ailənin yığımı olmuş olacaq. Davam edirik 5-ci tapşırıqla. Yazır ki, satıcı limonun bir ədədini 20 qəpiyə alır və 1 manatın 4/1 hissəsinə satır. O bir limonun satışından neçə qəpik qazanc əldə edir? Satıcı gün ərzində 136 limon satarsa nə qədər qazanc əldə edər? Cavabı manat və qəpiklə ifadə edin. İlk öncə biz tapmaq görək neçəyə satır? 1 manatın 4/1 hissəsi. 1 manatı çevirərik qəpiyə. Bərabərdir 100 qəpik etmiş olur. Və bu 100 qəpiyin 4/1 hissəsini tapmaq üçün 100-ü nə edirik? Bölürük 4-ə. 1 hissəsini tapırıq 25 qəpik və 25-i də 1-ə vurduqda yenə də 25 etmiş olur. Deməli 25 qəpiyə satır. Neçəyə almışdı? 20 qəpik. 1 limondan nə qədər qazanc əldə elədi? Gəlir 25-dən xərc 20-ni çıxırıq 5 qəpik. Deməli 1 limondan 5 qəpik əldə etmiş olacaq ki, bundan sonra ikinci sual burada bizə verilir ki, nə qədər əldə edəcək qazanc? Bir dənəsindən 5 qəpikdir, 136 dənəsindən artıq bu sualda yazırsa 136 limonun satışından nə qədər qazanc əldə edəcək? Bunu yazdıqdan sonra 136-nı vurmuş olarıq 5-ə. 136-nı da 5-ə vuranda 680 etmiş olacaq. 680 qəpik. Ondan sonra da bunu deyir ki, manat və qəpik ilə ifadə edir. Biz bilirik ki, 1 manat 100 qəpikdir. Yəni son 2 rəqəm, yüzdəki o sıfırların sayı qədər. Son 2 rəqəmi qəpik üçün hesablayırıq. Qalanı isə manat üçün. Burada nə qalır? 6 manat. Deməli olacaq 6 manat 80 qəpik. Bunu da buradan 80-i yazdım, qəpiyi də yazmış olarıq. 6-ya baxırıq. Yazır ki, usta 6 stul düzəltmək üçün taxta və mismarların müəyyən qədər pul xərclədi. O bir stulu 36 manata satdı. Usta nə qədər gəlir əldə etdi? 6 dənə stul düzəldi və birini 36 manatdan satıb gəlirini hesablamaq üçün birinci sualı yazandan sonra altında 36-nı nə edirik? Vururuq 6-ya. 36-nı da 6-ya vuranda 216 manat etmiş olacaq. Deməli, biz tapdıq ki, 216 manat gəlir əldə etmiş olur satışdan. Usta cəmi 96 manat qazanc əldə edibsə, taxta və mismarlara nə qədər pul xərcləyib? Bax, bu xərci də tapmaq üçün, yəni buradakı sualı yazdıqdan sonra 216-dan qazancı çıxırıq 96 manatı. Yerdə neçə qalacaq? Burada yerdə qalır ki, 120 manat deməli pul xərcləmişdir. Bu qədər bu video izahının sonuna gəldik. Ümumiləşdi tapşırıqların izahı ilə qarşınızda olaraq bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik sağ olun.